Goranboyda yararsala düşən 5 mərtəbəli yaşayış binasının 5-ci bloku tamamilə uçub. Hadisə bugün axşam saat 21:30 radələrində qeyd alınıb. Hazırda sözü gedən ərazidəyik. Gördüyünüz kimi yaşayış binasının bir bloku tamamilə dağılaraq yararsala düşüb. Xoşbəxtlikdən hadisə vaxtı ərazidə olan aidiyyatlı qurumların əməkdaşlarından və sakinlərdən xəsarət alan olmayıb. Dərhal hadisə yerinə Goranboy rayon icra hakimiyyətinin başçısı Məhərrəm Quliyev, rayon polis şöbəsinin rəhbərliyi, Fövqəladə Hallar Nazirliyinin Dövlət Yanğından Mühafizə Xidmətinin Goranboy rayon Dövlət Yanğından Mühafizə hissəsinin əməkdaşları və rayonun digər aidiyyatlı qurumların əməkdaşları cəlb olunub. Hazırda ərazidə təhlükəsizlik tədbirlər görülür. Binanın qəzalı vəziyyətdə olması nəzərə alınaraq Goranboy rayon polis şöbəsinin əməkdaşları tərəfindən ərazinin giriş-çıxışı yoxlanılır. Əraziyə kənar şəxslərin girişinə icazə verilməyir. Uçan binaya baxış keçirilib. Goranboy rayon icra hakimiyyətinin başçısı Məhərrəm Quliyev bildirib ki, bloku çökən bina ilə yanaşı yaxınlıqda olan daha bir bina da söküləcək. Ümumilikdə 76 mənzilli bir yaşayış kompleksi inşa ediləcək. Bu bina ilə bağlı Nazirlər Kabinetinə müraciət olunmuşdur, Fövqəladə Hallar Nazirliyinə müraciət olunmuşdur. Artıq yeni binanın tikintisi ilə bağlı qərar qəbul olunub. Bina tamamilə qəzalı vəziyyətindədir və yeni binanın tikintisi ilə bağlı da artıq geoloqlar, topoqraflar rayonda fəaliyyətə başlamışlar. Elə binanın öz yerində, yəni ona ərazisi tam təmizlədikdən sonra yeni bir yaşayış kompleksinin tikintisi və qonşuluqda olan digər binada onda qəzalı vəziyyəti müəyyənləşdirilmişdir. O binanın da bununla birlikdə ümumilikdə 76 mənzilli bir yaşayış kompleksinin tikintisi üçün artıq işə başlanılmışdır. Qeyd edək ki, blokun çökməsi nəticəsində sakinlərin əşyaları dağıntılar altında qalaraq yararsız hala düşüb. Xoşbəxtlikdən hadisə baş verən zaman artıq yaşayış olmadığı üçün xəsarət alan olmayıb. Qeyd edək ki, hadisə noyabrın 23-cü səhər saatlarında Goranboy şəhərinin Cəfər Cabbarlı küçəsində yerləşən 5 mərtəbəli yaşayış binasının 1-ci mərtəbəsində qeyd alınıb. Belə ki, söz gedən binanın 1-ci mərtəbəsində yerləşən mənzilin döşəməsinin çökməsi nəticəsində bina sakinlərindən 3 nəfəri xəsarət alıb. Həmin sakinlər elə həmin gündən xəstəxanaya yerləşdirilib. Onu da qeyd edim ki, hadisə baş verən gündən bina sakinləri ərazidən evakuasiya edilib. Fuad Nazimoğlu, Elşad Cəfər, APA TV, Goranboy.